Və həmçinin alimlər qeyd edirlər ki, qardaşlar, növbəti məsələdə namazları cəm etməsi də icazəlidir xəstə olan kəsin. Və İmam Məlikə görə xəstəliyin həddi insanın huşusunu itirməsidir və ya qızdırmalı olmasıdır və ya bənzər şeylərdən qorxmasıdır. Yəni, əgər insan huşunu itirəcəyindən qorxursansa və ya qızdırmalısansa və buna bənzər qorxulu, yəni qorxacağın bir hal baş verəcəksə, o zaman namazı da birləşdirməyin icazəlidir. Və İmam Şafi rahimehullah buyurur ki, yəni hər bir kəs ki, o kəs fərzi öz vaxtında qılmağa çətinlik çəkirsə, insana məşəqqət verirsə, yəni sən deyək ki, zöhrü qılırsan və bilirsən ki, əsr namazında qılsan aciz olacaqsan. Və bu zaman nə edirsən? İcazəlidir ki, o namazları cəm edəsən. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, doğru olan budur ki, cəm etmək sadəcə səfərə xas olan bir şey deyil. Yağış zamanı, xəstəlik səbəbilə də insan namazlarını cəm edə bilər. Necə ki, üzürlü qadınlar namazı cəm etməsi sünnədə varid olmuşdur. Və o sünnədə varid olan halda deməli buyurur ki, Həmlə bint Cəhşdən gəlir ki, rəvayət olunur ki, bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlir. Yəni, istihada halını soruşur Allah Resulullah sallallahu aleyhi və səlləmin. Yəni, istihada halı, qardaşlar, yəni Allah haqqdan həya etməz, qadınlarda o qan olması halıdır. Bu heyz halı deyil, ondan fərqli halıdır. Və bu barədə məlumat vermişik. Və soruşur Allah Resulü sallallahu aleyhi və səlləmdən və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, əgər zöhrü gecikdirib, əsri tezləşdirməyə, sonra qusul alıb, iki namazı cəm etməyə və həmçinin məğriblə işanı tezləşdirməyə, sonra iki namazı qusul alıb cəm etməyə gücü çatırsa, qoy belə etsin. Nə deməkdir bu? Bu halda olan qadın üçün hər namazın əvvəlində qusul alır. Və bu çətinlik olduğuna görə, məşəqqət olduğuna görə Allah Resulü sallallahu aleyhi və səlləm onun 5 namazını 3 vaxta indirdi. Onun 5 namazını 3 vaxta indirdi. Və diqqət etsək, hədisin sonunda deyir ki, və fəcri isə ayrıca qusul alıb namazını qılsın. Və hədisi Abu Davud, Tirmizi və İbn Məcə rivayət edibdir. Yəni, buradakı Peyğəmbər sallallahu aleyhi və səlləmin qəsdi bu cürdür. Deməli, bu istihada halı qadın üçün əziyyət verici haldır. Və bu hal xəstəlikdir. Bu hal xəstəlik halına qiyas olunur. Yəni, bu halda qadın nə edir? Peyğəmbər sallallahu aleyhi və səlləm dediyi kimi, zöhrlə, yəni zöhrü çıxan vaxtına yaxınlaşdırır, əsr namazının girən vaxtına, ta ki, ikisini də cəm eləsin. Qusul alır və 2 namazı birdən qılır. Və sonra məğrib, işanı da bu cür qılır. Məğrib namazını çıxan vaxta yaxınlaşdırır, işan namazını bir yerdə qılır və sübh namazını da ayrıca qusul alıb qılır.